Növbəti videomuza xoş gəlmisiniz. Bu dərsdə biz IDS və IPS haqqında danışacağıq. IDS, IPS-in ümumi fərqləri nədən ibarətdir və yaxud ümumiyyətlə hansı sahələrdə daha çox hansının istifadəsinə üstünlük verilir? Əlavə olaraq şəbəkədə IDS və IPS-in eyni şəkildə firewall-un necə yerləşdirilməli olduğuna da inşallah detallı şəkildə göz gəzdirmiş olacağıq. IDS Intrusion Detection System sözlərinin qısaltmasıdır. Şəbəkə trafikini və ya sistem fəaliyyətini passiv şəkildə izləyən, şübhəli fəaliyyətləri aşkar edərək alert, yəni xəbərdarlıq yaradan sistemlərdir. Söhbət burada nədən gedir? Məsələn, görə bilərsiniz ki, bu firewall-la biraz oxşarlıq təşkil edə bilər, ancaq firewall-dan ciddi şəkildə fərqləri mövcuddur. Bu da nə üzrədir? Belə deyim, icazə verilməyən trafiki necə təyin edirlər? Yəni bunun üzərində bir müəyyən qədər fərq yaranmış olur firewall və IDS arasında. Firewall biz demişdik ki, source və destination IP-lər, eyni şəkildə portlar və s. üzərindən ümumi prosesləri və paketləri izləyirdi və bunun nəticəsi olaraq paketləri buraxırdı və yaxud bloklayırdı. IDS-də isə belə baş vermir. IDS-də signature üzərindən və yaxud anomaliyalar üzərindən bu proses baş verə bilər. Söhbət burada nədən gedir? Məsələn, deyək, hər hansı bir bilinən bir zəiflik var, vulnerability var. Məsələn, IDS-də həmin proses o vulnerability ilə oxşarlıq yaradılmağa çalışaraq, məsələn, deyək ki, həmin vulnerability-yə oxşarlığı var, bunun üzərindən bloklanırdı. Və yaxud anomali var. Məsələn, deyək ki, hansısa bir istifadəçi saat 8-dən saat 12-yə qədər sistemə daxil olur. Lakin bu zaman fərqli bir növlə yeni sistemə daxil olmağa çalışır. Bunun vasitəsilə də yeni şəkildə detek oluna bilərdi. Sadəcə hər iki situasiyanın istifadə кейsləri bir-birindən fərqlidir. Məsələn, birinci halda biz dedik ki, signature based idi və daha öncə baş vermiş hər hansı bir sistem açığına əsasən bunu yoxlamağa çalışırdı. Bu halda zero day dediyimiz boşluqlara qarşı biz biraz müdafiəsiz halda gəlirik. Çünki qeyd etdiyimiz kimi zero day boşluqlarında ümumiyyətlə hal-hazırda sistemə məlum olmayan boşluqlardır və bunun üçün bir həll metodikası mövcud deyil. Bu zaman signature based olan yanaşma çox da uğurlu olmayacaq. Lakin anomaly based yanaşmasında artıq biz dedik ki, müəyyən bir anomaliya baş verir. Bunun əsasında artıq alert yaradıla bilir. Bu zaman məsələn zero day boşluqları eyni şəkildə aşkarlana bilər, lakin burada da bəzi səhv alətlər ola bilər. Məsələn, hansısa bir alert verə bilər, lakin o alert false positive ola bilər. Yəni əslində realda bir problem olmaya bilər, lakin sistem false positive şəkildə bir problem olduğunu göstərə bilər. Yəni hər ikisinin istifadə кейsləri bir-birindən fərqlidir. İstədim bunun haqqında müəyyən qədər bir məlumat vermiş olum. Yəni ümumiyyətlə IDS nəzərinizdə olsun ki, sadəcə signature based əsasında trafik analiz eləyir və xəbərdarlıq verir. Heç bir bloklama və buna oxşar bir proses baş vermiş olmur. Burada IDS-in eyni şəkildə növləri mövcuddur. Network based və host based IDS-lər. Network based IDS-lər şəbəkə trafikini real time-da izləyir, spam port və ya TAP vasitəsilə trafiki kopyalayır, bütün şəbəkəyə görünürlüyü təmin edir. Burada bəzi toollar eyni şəkildə mövcuddur. Ola bilsin ki, növbəti dərslərimizdə biz eyni şəkildə bu toolları da əhatə eləmiş olaq. Snort ümumiyyətlə bilinən, open source olan ən populyar network based IDS-dir. Burada eyni şəkildə Suricatadır, Zeekdir. Bunlar haqqında da detallı şəkildə araşdırma eləyə bilərsiniz və mövzularla, toollarla daha geniş şəkildə tanış ola bilərsiniz. Əlavə olaraq host based IDS-lər mövcuddur. Bu da firewall-larda dediyimiz kimi spesifik olaraq fərdi host üzərindəki fəaliyyətləri izləyirdi. Log fayllardır, fayl dəyişiklikləridir, sistem çağırışlarıdır. Buna oxşar paketləri, çağırışları analiz eləyirdi. Burada da eyni şəkildə bir neçə nümunə mövcuddur. Vault of the Tripwire-dır və buna oxşar digər toollara eyni şəkildə göz gəzdirə bilərsiniz. IDS-in aşkarlama metodu bəs nədir? Burada biz bunun haqqında danışmışdıq. Signature based ola bilərdi. Hansı ki, bu bilinən hücum imzalarını axtarır, signature'larını axtarır, antivirus məntiqi ilə oxşardır, çox sürətli və dəqiqdir, lakin zero day hücumlarına qarşı kördür yazmaq istəyir yəqin ki, burada. Yəni zero day boşluqlarını tapa bilmir. Məsələn, SQL injection partnerləri artıq belə deyim, bizim sistemimizdə mövcuddur və SQL injection hücumu baş verən zaman artıq avtomatik şəkildə IDS bir alert yarada bilir. Anomaly based detection-da isə normal davranış baseline müqayisə edərək sapmaları aşkarlayır. Söhbət burada nədən gedir? Biz bayaq da dedik. Məsələn, istifadəçi adətən 9-18 saatları arasında sistemə giriş eləyir. Bir də görürük ki, məsələn, gecə sistemə bir giriş baş verir. Bu bir anomaliya sayılmış olur. Bu zaman anomaly based detection vasitəsilə IDS eyni şəkildə bizim üçün alert yaratmış ola bilər. Və yaxud eyni şəkildə müəyyən bir bandwidth artımında ola bilər. Hansı ki, internet trafikinin istifadəsi, ümumiyyətlə trafikin istifadəsi artan zaman bu da yenə anomaly based detection-ı işə sala bilər. Bayaq da dediyimiz kimi, burada zero day hücumlarını tutmaq üçün effektiv ola bilər, lakin false positive riski eyni şəkildə yüksəkdir. Müasir sistemlərdə hər iki metodun birləşməsini, hibrid yanaşmanı tətbiq edirlər. Daha sonra IPS-ə gələk. IPS Intrusion Prevention System mənasına gəlir. Bu IDS ilə çox oxşardır. Hansı ki, IPS-də həm intrusion hansısa bir sistemə
girməyə çalışan bir şəxs həm detekt oluna bilər, həm də eyni şəkildə prevent, yəni qarşısı alına bilər. Lakin deyə bilərsiniz ki, bu zaman IPS varsa niyə IDS-dən istifadə olunur? IPS-in əsasən istifadə olunmama səbəbi ondan ibarətdir ki, IDS detekt eləyən zaman biz dedik ki, false pozitivlər ola bilər. Yəni əslində normalda bir alert olmaya bilər, lakin sistem bizə bir alert varmış kimi göstərə bilər. Bu zaman biz artıq və yaxud hansısa bir mütəxəssis artıq manual şəkildə girib alerti yoxlayıb, hansısa bir problem olub-olmadığını rahatlıqla aşkarlaya bilir. Lakin IPS-də elə deyil. IPS false positive olduğu halda birbaşa network trafikini kəsir və yaxud həmin şəxsə olan paket trafikini tamamilə dayandırır. Bu da şəbəkə trafikinin dayanmağına səbəb olur. Və bəzən bu ola bilər ki, biz belə bir yanaşma istəməyə bilərik. Hansı ki, trafik dayandı, biz resurslara heç kim əl çatan olmur. Bu bizim ümumi ziyarət sayımızı azaldır və klientlərlə olan münasibətləri aşağı salmağa günün sonunda səbəb ola bilər. Bu zaman IPS-lərdən istifadə olunmur, daha çox IDS-ə üstünlük verilir. Burada qeyd olunduğu kimi şübhəli paketlər yalnız aşkarlanmır, real time-da həm də bloklanır, əlaqə kəsilir, sessiya sonlandırılır. Burada siz yenə fərqlərini görə bilərsiniz və ümumi nümunələrini görə bilərsiniz. IDS nə idi? IDS sadəcə alert verirdi, IPS həm alert verirdi, həm də bloklayırdı. IDS-in heç bir təsiri yox idi. IPS isə müəyyən qədər təsir yarada bilirdi. IDS-in riski aşağıdır, yəni sadəcə alert verir. IPS-in isə riski yuxarıdır, çünki birbaşa olan network şəbəkə trafikini tamamilə bloklaya bilər. Burada use case-lərini görə bilərsiniz. Aktiv şəkildə qarşısını almaq üçün IPS-in istifadə olunurdu. Müəyyən etmə və forensika üçün isə IDS-in istifadə olunurdu. Buradakı toollarda yenə eyni şəkildə IDS və IPS-ə olan fərqli nümunələr kimi göstərilə bilər. Burada qeyd olunub ki, hər iki sistem bir-birini tamamlayır. Blue Team mühəndisləri adətən hər ikisini birlikdə istifadə eləyir. IDS-lərin görünürlüyü üçün, IPS isə aktiv bloklaşdırma üçün istifadə olunur. Eyni şəkildə IPS-in də növləri mövcuddur. Network IPS var, host IPS var, wireless IPS var və virtual IPS-lər mövcuddur. Eyni şəkildə bayaq verdiyimiz izahatlara oxşar şəkildə belə deyim, bu proseslər də baş verir. Network IPS nə iş görür? Şəbəkə hissəsində inline yerləşir, yəni şəbəkənin daxilində yerləşir. Bütün şəbəkə trafikini real time şəkildə yoxlayır. Məsələn, Cisco Firepower, Ngips buna nümunə kimi göstərilə bilər. Daha sonra host IPS var. Fərdi host üzərində zərərli prosesləri, fayl dəyişikliklərini bloklamaq üçün istifadə olunur. CrowdStrike-ın Falcon-dur, Carbon Black-dir. Yenə eyni şəkildə host IPS-lərə nümunə kimi göstərilə bilər. Daha sonra wireless IPS-lər mövcuddur. Wireless şəbəkəsinin rogue access point-lər, deauthentication hücumları və digər Wi-Fi hücumlarından qoruyur və son olaraq virtual IPS-lər mövcud idi. Hansı ki, bu cloud və virtual mühitlərdə VMware-dir, AWS-dir, Azure-dur, bunun kimi belə deyim, cloud mühitlərində yerləşdirilən IPS əlləri idi. Burada eyni şəkildə onlara da nümunələri detallı şəkildə görə bilərsiniz. Məsələn, IPS-lər harda istifadə oluna bilər? DDoS hücumları zamanı, DDoS-ları önləmək üçün istifadə oluna bilər. Gördüyünüz kimi burada ümumi bir ssenari verilib və IPS-in prosesi necə idarə elədiyini də eyni şəkildə görə bilərsiniz. Nəticədə şirkətin xidmətlərə əlçatanlığı 99.97% qorundu. İnsan müdaxiləsi olmadan hücum 4 saniyə ərzində bloklandı. Məsələn, Palo Alto Threat Prevention və Fortinet 40 IPS kimi biz IPS-ləri də digər IPS nümunələri kimi göstərə bilərik. Son olaraq mən istəyirəm sizə göstərim ki, Firewall, IDS və IPS infrastrukturda necə yerləşdirilməlidir. Sözsüz ki, müdafiə texnologiyalarının düzgün yerləşdirilməsi Defense in Depth strategiyasının əsasıdır. Aşağıdakı şəkil tipik bir enterprise şəbəkəsindəki yerləşmə məntiqini göstərir. Firewall biz demişdik ki, ümumiyyətlə müdafiənin birinci xəttidir. Ona görə routerdan sonra bizdə artıq ilk olaraq firewall yerləşdirilməlidir. Routerdan sonra dediyimiz bildiyiniz üzrə router bizi başqa bir şəbəkəyə və yaxud birbaşa internetə çıxış eləməyimizə işə yarayan bir şəbəkə avadanlığı idi. Bu səbəbdən biz routerdan sonra firewall qoyuruq. IPS-lər isə əsasən firewalllardan sonra yerləşir. Burada gördüyünüz üzrə IDS-lər isə birbaşa switch-ə quraşdırılır. Hansı ki, siz görə bilərsiniz. Deyək, IPS nümunəsində burada bir switch var, oradan sonra IPS-ə qoşulur, oradan sonra firewall-a, oradan sonra isə router-a. IDS nümunəsində isə IDS-i şəbəkəyə qoşmaq üçün mütləq şəkildə arada bir switch olmalıdır. Bu artıq fiziki bir avadanlıq kimi eyni şəkildə burada quraşdırılmış ola bilər. Təbii ki, fiziki halından söhbət gedir. Software vəziyyətində artıq biz birbaşa proqram təminatı kimi də onu istifadə edə bilirik. Burada Defense in Depth haqqında yenə detallı şəkildə məlumat verilib. Yəni təhlükəsizliyi təmin etmək biz demişdik ki, fiziki təhlükəsizliyindən başlayır və kiber təhlükəsizliyə doğru gedir. Bunun da mərhələləri mövcuddur. Siz tamamilə təhlükəsiz bir mühit yaratmaq istəyirsinizsə, ilk olaraq fiziki təhlükəsizliyi təmin etməlisiniz. Burada söhbət sadəcə kiminsə girib sistemlərinizi fiziki olaraq qırmağından, dağıtmağından getmir və yaxud təbii fəlakətlərdən getmir. Eyni şəkildə istifadə etdiyiniz serverlərin soyudulması da eyni şəkildə onlara vaxtında baxım etməkdir. Bunlar da fiziki təhlükəsizliyin bir hissəsi olaraq nəzərdə tutula bilər. Ondan sonraki mərhələdə biz network segmentasiyasını düzgün şəkildə etməliyik. Sonraki mərhələlərdə firewalllar və access control listlər
vacibdir. Hansı ki biz bunları da düzgün konfigurasiya eləsək, müəyyən qədər yenə təhlükəsizliyi təmin etmiş olarıq. Daha sonra IDS və IPS-in düzgün şəkildə quraşdırılması və şəbəkəyə daxil edilməsidir. Ən sonda isə CM və SOC, hansı ki bu mərhələdə də biz trafikləri və ümumiyyətlə IDS-dən, IPS-dən, firewall-dan, buna bənzər digər avadanlıqlardan gələn ümumi sorğuları biz rahatlıqla idarə eləyib monitorinq eləyə bilərik. Defense in depth dediyimiz anlayışda əsasən bu formada və yaxud buna bənzər digər nümunələr üzərindən detallı şəkildə əhatə olunmuş olur. Daha sonra mən istəyirəm DMZ-dən, yəni demilitarized zondan da danışım. DMZ nədir? DMZ internetə açıq olan xidmətləri, məsələn deyək web serverdir, mail serverdir, DNS-dir. Bunlar üçün ayrıca şəbəkə seqmentidir. Hansı ki xarici istifadəçilər DMZ-yə çata bilir. Xarici istifadəçi dediyimiz nə idi? Bizim öz işçilərimiz olmayan, çöldən bizim resurslara əl çatmaq istəyən şəxslər idi. Lakin DMZ-dən daxili şəbəkəyə birbaşa əl çatanlıq yoxdur. Deyək, bu şəxslər DMZ-də olan deyək bir mail server hücum eləyiblər və mail server üzərində bir hakimiyyət yaradıblar. Lakin mail server üzərindən bizim daxili şəbəkəyə keçid eləyə bilməzlər, çünki bu mail server qeyd etdiyimiz kimi DMZ-də yerləşir. Yəni DMZ-də əsasən bu məqsəddən ötürü istifadə olunurdu. Burada eyni şəkildə niyələr qeyd olunub. Hücumçu web serveri ələ keçirsə belə daxili şəbəkə qorunur. Firewall DMZ-yə giriş qaydalarını ciddi şəkildə idarə eləyir. IDS DMZ trafikini pasiv şəkildə izləyir. Burada real bir nümunə görə bilərsiniz. Məsələn deyək ki, əsasən belə şəkildə tətbiq olunur ki, çox şirkət 2 firewall-dan istifadə eləyir. Birinci firewall internetdən DMZ-yə məsələn yalnız 80 və 443-cü portlara icazə verir. Bu dediyimiz brauzerdə hansısa bir web adresi gedən zaman istifadə olunan portlardır. HTTP və HTTPS protokollarını göstərmək üçün istifadə olunur. İkinci firewall isə DMZ-dən daxili şəbəkəyə qoyulur və yalnız müəyyən database sorğularına icazə verir. Bu dual firewall arxitekturasında fərqli vendorların firewallları istifadə olunması tövsiyə edilir. Eyni boşluğu hər ikisinin eyni anda vurma riskini azaltmış olur. Məsələn, elə boşluq ola bilər ki, bir firewall-dan keçər, amma digər bir firewall bunu saxlayar. Buna görə də dual firewall istifadə edən zaman müxtəlif vendorların, yəni müxtəlif şirkətlərin avadanlıqlarından istifadə etməyə üstünlük verilməlidir. Ümumiyyətlə bu dərslik bu qədər. Biz firewall və IDS IPS-dən danışdıq. Növbəti dərslərdə biz yenə müəyyən qədər nəzəri mövzulara və bulutu əhatə edən sahələrə toxunmuş olacağıq. Növbəti videolarda inşallah görüşəndək.